Həsəd pis əxlaqdır. Ona görə heç kimin ki paxıl olmağı, həsəd olmağı, həsədkar olmağı bilinsə, adamlar onu sevmir. Deyən gəldi bu. Aydındır, paxıl olma, həsədkar olma. Elhamdülillah, kərim ol. Qəlbin geniş olsun insanlara qarşı. Rahat ol. Deyir ki, Allah bölüb, elhamdülillah. Və nə gözəl bölüb. Allah Teala boyları bölüb. Biri balaca boydur, biri böyüdür. Allah Teala gücü bölüb, biri güclüdür, biri zəifdir. Allah malı bölüb, biri kasıbdır, biri var. Sahabələr necə idilər? Ömər radiyallahu anh, Əbu Hüreyrə bir dənə yumruqla vurur sinəsindən, Əbu Hüreyrə deyir ki, uçdum, yanın üstə düşdüm yerə. Tayyib, Ömər radiyallahu anh güclüydü. Əbu Bakır, Əbu Hüreyrə zəif idi. İbn Məsud radiyallahu anh çıxır Allah Rasulü xurma verməyə. Sahabi deyir ki, ayağına baxdım, gülmək tutdu mənə. Balaca bir dənə nəzi ayağı vardı. Allah Rasulü nə deyir sallallahu aleyhi ve sellem? Dedi, onun ayağı Uhud dağından ağır gələcək. Kim kimi harada ötdü Allah bilir. İbn Məsudun heç nə yox idi. Yəni, vallahi ki, sahabi deyildi radiyallahu anh. İlk dəfə Quranı Kəbənin qabağında aşkar oxuyan sahabidir İbn Məsud radiyallahu anh. Və döyülüb ona görə. Deyir, döydülər oxudum, yenə oxudum, getdilər. Yəqin cinlər idi. Adam şəklində. Əbu Hüreyrə radiyallahu anh, İbn Məsud, Abdullah İbn Məsud radiyallahu anh deyir, Quranı məndən yaxşı bilən olsa gedib öyrənərəm onlarla. Lakin yoxdur. Öz dövründə, qoca vaxt onu deyirdi. Radiyallahu anh, rahiməhullah. Yəni, eləmirdilər, o cür şey yox idi onlarda. Lakin istərində təfavüt var idi. Abu Bakır varlı idi. Abdurrahman ibn Avf varlı idi. Abu Hüreyrə məsciddə qalırdı. Məsciddə qalırdı, yeməyin gətirib verirlər, girdi. Lakin Allah Rasuluna ən çox hədis rəvayət edən oydu. Kimdir varlı? Allah bilir. O malı ilə verən mi qazandı, yoxsa hədisləri paylayan mı qazandı? Kim? Allah bilir. Allah bilir. Amma paxıllıq eləmədilər, bir həsəd olmadı. Radiyallahu anh, ona görə Allah Teala o qövmü Allah Rasulü üçün seçmişdi. Necə Şeyxülislam bin Teymiyyə rahimehullah buyurur. Allah sahabələri Allah Rasulü üçün seçmişdi. Seçmişdi. O kişinin o cür dostları olmalıydı. Radiyallahu anh. Osman radiyallahu, Abu Bakır, Ali radiyallahu anhum. Demədilər, ya Rasulullah, o qədər o mənə yoxdur, mənə də ver. Belə, ya Rasulullah. Elhamdülillah, Allah Rasulü nə deyir, razıydılar. Radiyallahu anhum. Nə gözəl, yəni onlar ən gözəl qudvədirlər, örnəkdirlər. Və Əbu Hatim rahimallah buyurur ki, yəni pis əxlaqdır. Və onu tərk eləmək gözəl əxlaqdır, kərim əxlaqdır. Hər bir yanan şeyin, Şeyx rahimallah buyurur ki, hər bir yanan şeyin söndürəni var. Həsəd yanğısını söndürən yoxdur. Həsəd yanğısını söndürən yoxdur. İllə bir dənə istisna var, gərək o geçsin ondan sonra. Geçsin gərək. Ona görə Şeyxülislam bin Teymiyyə rahimehullah deyir ki, hamıda var həsəd. Lakin kərim insan onu gizlədir, bərəkət diləyir. Şeytan gəvvəsməsən deyir, Allah bərəkət versin qardaş, Allah kömək olsun, paxıl isə deyir, yox. Niyə o məndə yox? Hər şeydə ola bilər, hər şeydə. Niyə o mən yox? Allah elə seçdir.